Naxçıvan Duzdağ mağarası. İndi mən buraya qiymətdən soruşacağım. Bir də üzr istəyirəm. Qiymətləri deyə bilərsiniz. Deməli, böyüklər 22 manat. Bu 22 manata nə daxildir? Yəni, burada gəlib yatmaq daxildir də, düzdürmü? Bəs Duzdağda qalanlar necə? Duzdağ oteldə həm qalırlar, həm də burada qalırlar. %100 manat arası. Amma bu otaqlarda yatmaqda 30 manatdır onlar üçün. Ödəyirlər. Bildim mən başa düşdüm. Baxın, burada belə otaqlar var. Qadın palatası ayrıdır, qadın uşaq. Kişi palatası ayrıdır. Bu şəkildə baxın. Çarpaylardır. Mən sizə bunu tənsifki göstərə bilmirəm. İşıq yoxdur. Belə qapını açın. Baxın belə kravatlarla düzü bilən insanlar yatır burada və müalicə alır. Asma və allergiyadan əziyyət çəkən xəstələr üçün əsasən bura gəlir.